Tamaşaçılar, bu gördüyünüz tikili Lerik rayonunun Dico kəndinin məktəbidir. İndi məktəbə oxşamasa da bu uzunluğu cəmi 5 metr, eni də bir 3 metr olan bu tikili Dico məktəbidir. Bu məktəbdən təhsil alan gənclər haqqında mən danışaram. Ümumiyyətlə Dico kəndində cəmi 13 ev var. Bu 13 evdən Azərbaycanın hər iki müharibəsində çoxlu iştirakçılar var. 3 şəhid var bu kənddən. 13 evdən 3 şəhid var, 3 qazi var, müxtəlif xəsarətlər alan qazilər var və 10-11 arası da döyüşçü var. Yəni bu da böləndə hər evə bir nəfər, elə ev var ki, 2 nəfər oradan müharibədə iştirak edib. Yəni bu bəlkə də Azərbaycan üzrə elə bir fantastik göstəricidir ki, bir kəndin hər evi müharibədə iştirak eləsin. Xüsusilə bu 2-ci Qarabağ müharibəsindən bu evlərin hər birindən bir əskər, bir nümayəndə olub. Onlar məhz bu məktəbdə təhsil alıblar. Amma məktəbin halını görürsünüz, məktəbin vəziyyətini görürsə, buna məktəb demək olmaz. Buradakı təhsilin səviyyəsinin haqqında da, yəni məktəbi görəndən sonra fikir yaranır ki, burada hansı təhsil ola bilər. Amma buna baxmayaraq, uşaqlar yenə də oxuyurlar, xüsusilə də oğlan uşaqları ali məktəblərə girirlər. Bugün biz evini ziyarət elədiyimiz şəhidimiz də, şəhid Feyzullah da məhz bu məktəbdə 4-cü sinifə qədər oxuyub. Ondan sonra Tikəban məktəbinə gedib, orada 11-ci sinifə qədər oxuyub. Tikəban kəndi 8 kilometr uzaqlıqda yerləşir. Dico kəndinin uşaqları üçün çox çətindir ora getmək. İndi oğlan uşaqları birtəhər gedirlər, fiziki cəhətdə möhkəmdirlər. Qız uşaqlarının isə məktəbə getməyi bir mənalı olaraq mümkün deyil. Xüsusilə də televiziyalarda biz çox eşidirik ki, Lerikdə az yaşlı qızları ərə verirlər, qeyri-hökumət təşkilatları bununla bağlı siyahılar hazırlayırlar. Ay, Lerik belə getdi, Lerikdə az yaşlıları ərə verdilər. Bu Lerikdə yaşayan az yaşlı orta təhsil ala bilmir. İmkan yoxdur. Təhsil üçün gərək şərait olsun ki, bu qız oxusun, 11-ci sinifə qədər oxusun, ondan sonra universitetə hazırlaşıb girsin. 4-cü sinifə qədər bitər, gəlib bu daxmada oxuyurlar. Buradan bitirəndən sonra, 4-cü sinifi bitirəndən sonra ki, başqa kəndə getmək lazımdır, o 8 kilometrlik dağ yolunu, xüsusilə də qışda nəzərə alsaq, qar, çovğun, vəhşi heyvanlar var, canavarlar çox hücum edirlər insanlara. Dəhşət bir, faciəvi bir şərait var Lerikin bu Dico kəndində. İndi bilmirəm, hələlik indi kənd-bəkənd gəzirəm, hələlik gördüklərindən ən faciəli kənd Dico kəndidir ki, sanki burada, bu insanlar Allahın ümidinə yaşayırlar. Heç bir dövlət orqanı burada yoxdur, heç bir təşkilat. Yəni bunlar danışır kənd sakinləri, kimə şikayət eləsək də bizim şikayətimiz elə eşidilir ancaq, amma əməl olunmur. Sanki bu insanlar başqa planetin insanlarıdırlar, amma nəzərə almaq lazımdır ki, bunlar da Azərbaycan vətəndaşıdırlar, Lerik vətəndaşlarıdırlar, amma görürsünüz, vətənin dar günü olanda, müharibə olanda bu dağlara tez gəlib, hərbi komissarlıq evlərdən tapıb uşaqları göndərib müharibəyə. İndi heç olmasa onların yaşayışı üçün, onların balalarının xoş günləri üçün də əziyyət çəkib, əziyyət də olsa bu kəndə gəlmək lazımdır, diqqət və qayğı göstərmək lazımdır.